Salam dəyərli şagirdlər. Bugünkü sualımız 9-cu sinif buraxılış imtahanına düşən y bərabərdir ax kvadrat plus bx plus c funksiyasının qrafikinə əsasən 2a plus b plus c cəminin tapılması tələb olunur. İlk öncə burada göründüyü kimi biz a, b və c əmsallarını tapmalıyıq. Deməli, bizdə verilib 4. Yəni bu funksiyada nə deməkdir? 0, 4 nöqtəsi. Niyə 0, 4 nöqtəsi? Çünki bu nöqtənin absisi 0, ordinatı isə 4 nöqtəsidir. Və bizə verilmiş funksiyada y bərabərdir ax kvadrat plus bx plus c funksiyasının yerinə yazsaq, yəni 0 bizdə x-i göstərir, düzdürmü? 4 isə y göstərir. Yəni 4 bərabərdir 4 oldu, 4 bərabərdir 0, 0-ın kvadratı, y vurulsun 0, y vurulsun c. Bu isə bizə 0 verəcək. Deməli, biz tapdıq ki, c bərabər 4. C-ni tapdıq. Bunu bizdə qaldı a və b əmsallarını bulması. A və b əmsallarını bizə bulmaq gəlir. 2 nədir? 2 təpəsi, təpə nöqtəsinin absisidir və təpə nöqtəsinin, baxın, təpə hissəsində qalıb, deməli, təpə nöqtəsinin x-i, absisidir. Yəni ki, x0, x0-dır. Bəs təpə nöqtəsinin ordinatı nəyə bərabərdir? Yəni, y0 nəyə bərabərdir? Gördüyünüz kimi 0-a, bu x-i kəsib. X-i kəsibsə, bunun y-i 0-dır, düzdürmü? Deməli, y0-ı 0-a bərabərdir, x0 isə 2-dir. x0 və y0-ın düsturunu necə yazılır? Deməli, x0-ın düsturunu, baxın, burada qeyd edirəm ki, x0 bərabərdir mənfi b bölü 2a, amma y0 nəyə bərabər edir? y0 bərabərdir 4ac minus b-nin kvadratı bölünsün 4a. Şimdi buradan b bölü 2a nəyə bərabərdir? X0-ımız bizdə necədir? X0 2 yazırıq, bərabərdir 2. Bəs y0-ımız necədir? Y0-ımız isə 0-a bərabərdir. Baxın, bu sistem tənliyi burada həll edəcək. Mən yuxarıdan 4ac minus b-nin kvadratı bərabərdir 0 yazırıq. Məxrəc 0 ola bilməz, sürəti 0 götürdüm. Bizdə c nəyə bərabərdir? C-ni tapmışdıq. C bizdə 4 idi. Yerinə yazacaq. 4 vurulsun, a vurulsun. 4 minus b-nin kvadratı bərabərdir 0. 16a bərabərdir b-nin kvadratı. Bərabərdir. Deməli, bu bərabər. A-nı yazıram, baxın. A-nı yazıram. B kvadrat bölünsün 16. Bir yazdım yerinə. Baxın, bu istədən. Sonra, baxın, bu tənlikdə a-nın yerinə b kvadrat bölünsün 16-nı yazacaq. Yazırıq, baxın. Mənfi b bölünsün. A-nın yerinə yazıram. 2 vurulsun b-nin kvadratı. Bölünsün 16, 16 qalxdı yuxarıya. Bərabərdir 2-yə. 2-dir. 2-yə bərabərdir. Baxın, 4 b-nin kvadratı bərabərdir. Mənfi 16 b-yə. B-ni keçirək tərəfə olacaq. Baxın, 4 b-nin kvadratı üstə gəlinsin 16b nəyə bərabərdir 0-a? 4 b-nin mötərizə xaricinə çıxartsaq, alarıq b plus 4 bərabərdir 0. Deməli, bizdə nəyə vuran 0 eləyir? B bərabər 0. Baxın, bir də bu 0 olmadığına görə b bərabərdir mənfi 4. B 0 ola bilməz, buna görə bunu atırıq. Niyə? Çünki 0 ola bilməz, b məxrəcdədir. B apıçarlamaq istədim, apara bilərdim, 0-dan fərqli götürüm, apara bilərdim. Deməli, b mənfi 4 oldu bizə. O anda ki, demişik, a bərabərdir. Deməli, baxın, a-nı burada tapmışdıq. Bu hissədə biz a-nı tapmışdıq. A bərabər olur, b-nin kvadratı bölünsün 16. B-ni biz necə tapdıq? Mənfi 4. Yəni, mənfi 4-ün kvadratı eləyir 16 bölü 16 bərabərdir 1. Yəni, a-nı 1 tapdıq. B-ni mənfi 4 tapdıq. C-ni də 4 tapdıq. Bizdən soruşur. 2a plus b plus c-ni soruşur. Baxın, yada gəlməsin. B mənfi 4 idi. Mənfi 4. C-dəki 4 idi. Müsbət 4. Bu 4 ilə mənfi 4 gelir. 0 olacaq. Cavab olacaq. 2 dəfə 1, 2. Əgər siz də belə bir cavab tapmışdınızsa, videonu bəyənməyi unutmayın.